Kiyevski kotletləri yağa atırıq. Yağ çox isti olmamalıdır. Çox isti olsa üstü yanacaq, içi çiğ qalacaq. Yox, əgər soyuq da olsa Kiyevski kotletlərimiz bişməyəcək. Ona görə bu şəkildə götürüb yavaş-yavaş atırıq. İndi qabımız balacadırsa az-az 3-3, 4-4, 2-2 atıb bu şəkildə hazır olduqca çıxardırıq. Bıçağı ver oradan mənə. Kiyevski kotlet hardasa belə deyək 10 dəqiqəyə, 12 dəqiqənin yekəliyindən, balacalığından asılı olaraq, temperaturdan asılı olaraq pişir. Bir yaxlarım, sən nə sual verdin mənə? Necə bilərəm bişməyini? Kiyevski kotletin bişib-bişməməyin götürürsən. Biraz sakit orada. Qulağına tutursan, içində yağ ona lak eləyirsə, deməli bu bişibdir. Yox, əgər səs gəlmirsə, deməli bişməyibdir. Onu da hər dəfə, məsələn 50 dənə kiyevski kotlet verirsən, yaxud da bir dənə toylar var, verirsən 200 dənə, 300 dənə kiyevski kotlet durub hamısını belə eləməyəsən. Filtrə atdın, baxdın bir dənəsi 10 dəqiqə bişdiribsə, 10 dəqiqə qoysan 160 dərəcədə, bilirsən ki 10 dəqiqə bişir. Yekəliyindən, balacalığından asılı olaraq 10 dəqiqə, 15 dəqiqə. Elə yeri var, məsəl üçün, restoranda bir porsiya, məsəl üçün, yekə verir. Elə yeri var, 3 dənəsini bir pors verir, 2 dənəsini bir pors verir. Yəni, o işlədiyiniz restorandan asılıdır.